Bu gözəl quzular böyüyəndə axırı necə olur? Əlbəttə biz bunları kəsirik, çünki biz bunları yeməliyik. Döş qəfəsini ortadan 2 yerə böləndən sonra üzərinə o artıq hissələri, damarları, piy qatlarını götürüb təmizləyir. Tərtəmiz bir dənə quzu səbət saxlayırıq. Şişi göstərdiyim formada keçirir. Qalın olan hissə aşağıya doğru gəlməlidir. Sonra bunun üzərinə ədviyyatlar, duz, istiyot, kebab otu əlavə edib hər yerinə çatacaq şəkildə yeridirik biz buna. Aşağısına kartoflar keçirmişəm, çünki şişdən aşağı sallananda təndirin içine düşməsin deyə. Belə əcəli çatanlar da var, təndirin yan yörəsində ərlənirlər. Təndiri ocaq salıb tam köz olandan sonra közlər qırağa dağıdılsın, ortası boş qalsın. Səbəti saldığı içərisinə dəmdə bişdik. Biz bunu tələsmirik, harca saat yarım saat belə vaxt gedir o bunun pişməyinə. Üzəri belə qıpqırmızı olanda götürərsiniz. Səsi yəqin gözünüz eşitdiniz. Çox ləzzətli bir dənə yemək alınır. Bu 3 nəfərə, 4 nəfərə tam belə bəs edir. Hazırlanmağı da olduqca asandır. Bunun təndirə atışı sadəcə bunun bişməni gözləmək qalır. Bu müddət biraz sizə çətin gələ bilər, amma çox ləzzətli olur. Hazırlayacaq olanlara nuş olsun. Quzunun ən gözəl halı məncə budur.